Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Bugünkü verilişimizdə Qarabağ komandasının Çempionlar Liqasındakı növbəti rəqibi Chelsea komandası haqqında danışacağıq. Qarabağ komandasının şansları nə qədərdir? Ümumiyyətlə Chelsea komandası kimdir, nədir, nəsidir? Bu barədə məlumatınız olacaq. Və eyni zamanda bura qədər Qarabağ komandası nə qədər qazanıb, nə qədər xal qazanıb, nə qədər ölkə reytinginə xeyir verib, bütün bunların nə kimi faydası var? Sona qədər izləsəz bütün bunlardan xəbərdar olacaqsınız. Olduqca maraqlı məlumatlar var. Mən deyərdim ki, bu ayın ən maraqlı, bəlkə də bu ilin ən maraqlı videosunu izləyəcəksiniz. Sona qədər izləməyi tövsiyə edirəm. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişə mütləq açıq tutun və Qarabağ komandasına dəstək olmaq istəyirəm. Rica edirəm, maksimum şəkildə şərhlər bölümündə dəstəyinizi bildirin. Mən isə məlumatlara keçirəm. İzləyicilər, Chelsea haqqında danışmazdan öncə qeyd etməliyəm ki, Qarabağ komandası rəhbərliyi desən indi ayılıb. Başa düşürlər ki, artıq Qarabağ komandasına hücumçu transferi reallaşdırmaq lazımdır. Hər nə vəclə olursa olsun. Bəli, Qarabağ komandası bəlkə də 1-2 yaxşı hücumçu transfer etsəydi, Atletik Bilbao'nu fiziki cəhətdən üstələyib müsbət nəticə əldə edə bilərdi. Artıq növbəti mərhələ haqqında bəlkə də danışa bilərdik. Qarabağ komandası artıq fikirləşir ki, Chelsea komandası ilə çox çətin oyun gözləyir bizi. Napoli komandası ilə həmçinin səfərdə çox çətin oyun olacaq. Eyni zamanda Liverpool səfərindən də yəqin ki, xal ümidimiz o qədər də yüksək deyil. Qalır Eintracht Frankfurt və Ajax'la Bakıda keçirilən görüşlər. Bu görüşlərdə də qələbə, ən azı birində mütləq qələbə qazanmaq lazımdır ki, növbəti mərhələyə şansımız olsun. Bunun üçünsə məncə hücum xəttini gücləndirmək lazımdır. Desən rəhbərlik də artıq hərəkətə keçib və Juninho-nu geri qaytarmaq istəyir. Qarabağ icarə əsasında Juninho-nun xidmətinə maraqlıdır. Juninho özü də Qarabağa qayıtmaq istəyir, çünki artıq Flamengo'da əsas heyətə düşə bilmir. Və o rəhbərliyə öz etirazını bildirib və bildirib ki, imkan versinlər ki, oynaya biləcəyi bir komandada çıxış etsin. Amma o komandada təbii ki 5 milyon verib Qarabağdan Juninho alıbsa, onu havayı geri qaytarmayacaq, müəyyən qədər təzminat tələb edir. Məncə Tahir Gözəl bu il Çempionlar Liqasında qazandığı pullardan biraz ayırıb Juninho-nu və yaxud daha yaxşı bir hücumçunu düşərgəmizə gətirsə və qarşıdakı oyunlarda, heç olmasa dekabr ayında Ajax və Eintrachtla oyunda meydanda olsa, bəlkə komandaya fayda verə bilər və növbəti mərhələni əldə edə bilərik. Bunun üçün şansımız var, bəli. Yeni transfer olunsa, Musa Qurbanlı məsələn hal-hazırda zədəlidir. Onun əvəzinə həmin hücumçunu iştirak ərizəsinə əlavə etmək olar. Azərbaycan çempionu Qarabağın Çempionlar Liqasının liqa mərhələsindəki növbəti rəqibi haqqında da qısa bir məlumatı sizin nəzərinizə çatdırım. Qeyd edim ki, Çempionlar Liqasında artıq bir dəfə qrup mərhələsində Qarabağ komandası iştirak edib və həmin il Atletico Madrid, Chelsea və Roma ilə rəqib olub. Qrupda yalnız Atletico Madrid ilə 2 dəfə heç-heç etmişik, 1-1 və 0-0. Amma Romaya və Chelsea'yə hər iki oyunda məğlub olmuşuq. Chelsea komandasına məğlubiyyətimiz xüsusilə ağır idi. 6-0 və 4-0. İngiltərədə 6-0 hesabı ilə məğlub olmuşuq. Daha sonra Bakıda 4-0 hesabı ilə məğlub olduq və iki oyunun nəticəsinə görə 10-0 hesabı ilə qələbə qazanan Chelsea komandası növbəti mərhələyə yüksəlmişdi. Təbii ki, bu uğursuz nəticə hesab oluna bilər, amma Chelsea komandası da dünyanın ən yaxşı və ən bahalı heyətinə malik klublarından biridir. Elə indi də Chelsea komandasının heyəti dünyanın ən bahalı heyəti hesab olunur. Chelsea komandasının icarəyə verdiyi futbolçularla bir yerdə transfer dəyəri 1 milyard 870 milyon avroya bərabərdir. Hal-hazırda Chelsea'nin düşərgəsində olan futbolçuların dəyəri isə 1 milyard 140 milyondan yuxarıdır. Qarabağ komandasının ümumi transfer dəyəri 24 milyon 800 mindir. Yəni dəfələrlə azdır. Təqribən 35 dəfə Chelsea'nin transfer dəyəri Qarabağdan çoxdur. Chelsea'nin heyətində adətən gənc futbolçulardan təşkil olunub. Orta yaşına diqqət yetirək 23,5. Qarabağın orta yaşı 27,6. Bu isə o deməkdir ki, yəni gənc futbolçuların təbii ki enerjisini bərpa etmə
müddəti azdır. Tezliklə öz enerjilərini bərpa edə bilirlər. Hər oyundan sonra artıq özlərini bərpa edə bilirlər və Qarabağda enerjilərini bərpa etmək çətindir. Qarabağın düşərgəsində 16, rəqibin düşərgəsində 21 legioner futbolçu var. Baş məşqçi Qurban Qurbanovun məşqçilik əmsalı 1,99 təqribən 2-yə bərabərdir və 2008-ci ildən bu tərəfə 17 ildir ki, Qarabağı çalışdırır. Enzo Maresca'nın məşqçilik əmsalı isə 2,2-yə bərabərdir. Qurban Qurbanovdan bir qədər yüksəkdir onun məşqçilik əmsalı. Qarabağın ən bahalı futbolçusu Leandro Andrade Kadi Borges'i 2,5 milyon avro qiymətində dəyərləndirilir. Amma rəqibin ən bahalı futbolçusu Cole Palmer 120 milyon avro qiymətində dəyərləndirilir. Hal-hazırda zədəlidir. Çox güman ki, Qarabağa qarşı bu oyunçu oynamayacaq. Bu bəlkə də bizim xeyrimizə olan bir məqamdır. Bunu da sizin nəzərinizə çatdırmaq istədim. Qarabağ Çempionlar Liqasında bəli, çox ağır qarşılaşmaya çıxacaq. Nəzərə alsaq ki, 2017-2018 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində qapımızdan 10 cavabsız top keçirən Chelsea komandasıdır. Bu gün də şanslarımız çox yüksək dəyərləndirilmir. Amma hər şey Allahın əlindədir. Yəqin ki, çıxıb meydana var gücümüzü ortaya qoyub mübarizə aparsaq, Allah da bir mükafat göndərər. Hər halda Chelsea komandasından bir xal belə almaq böyük bir mükafat sayılmalıdır. Dəyərli Qarabağ sevərlər, bildiyiniz kimi Qarabağ komandası bu il Çempionlar Liqasına çox uğurlu start verdi. İlk öncə təsnifat mərhələlərində ard-arda qələbələr qazandı. Belə ki, Shelburne üzərində 2 qələbə, daha sonra Şikendi üzərində 2 qələbə, sonra Ferencvarosla 2 oyunun nəticəsinə görə qələbə qazanıb növbəti mərhələyə yüksəldi və Liqa mərhələsində ilk 2 maçda Benficanı və Kopenhageni məğlub elədi və sonuncu turda Atletik Bilbao ilə qarşılaşdı. Atletik Bilbao məğlub oldu. Növbəti oyunumuz olacaq, deməli, Chelsea komandasına qarşı daha sonra Napoli səfərinə yola düşəcəyik, daha sonra Ajax'ı və Frankfurtu Bakıda qəbul edəcək və son oyunumuz da Liverpool səfərində başlayacaq. Qarabağın indiyə qədərki oyunları və qazandığı nəticələrə ümumi göz atmaq istəyirəm, dəyərli dostlar. Qarabağ komandası nələr qazandı? İlk öncə qeyd edim ki, təbii ki, hər mərhələdə rəqibləri məğlub edib növbəti mərhələyə yüksəldiksə, vəsait qazanılır ki, klubun maddi ehtiyacını artırmaq çox önəmlidir. Bu məsələni qoyuram bir qırağa, təqribən 70 milyon manatdan çox qazanacağını proqnoz edirəm Qarabağ komandasının. Son nəticəni inşallah sizin nəzərinizə çatdıracaq. Bu öz yerində və ölkəmizin futbol nüfuzunu artırması üçün qazandığı bütün qələbələr, bütün bu əzmkar qələbələr Azərbaycan futbolunu, Azərbaycan ümumiyyətlə adını dünyaya tanıtdırır. Bu da mənəvi tərəfi, bunu da qoyuram bir kənara. Təbii ki, futbolçular da müəyyən vəsaitlər, bonuslar, mükafatlar qazanırlar. Həmçinin transfer dəyərləri artır, onlara diqqət, maraq artır. Bunu da qoyuram bir tərəfə. Bəs Qarabağ komandası ölkə reytinginə və klub reytinginə nə qədər xeyir verib, onu sizin nəzərinizə çatdırım. Dəyərli dostlar, birinci turda hər iki görüşdə qələbə qazanıb və hər iki görüşdə bir xal qazanıb Qarabağ komandası. Qeyd edim ki, Azərbaycanın Avrokubokları 4 komanda təmsil etdiyinə görə bu xallar 4 yerə bölünür. Şikendiya üzərində də deməli hər iki oyunda qələbə qazanıb, burada da 2 xal qazanıb. Sonra Ferencvarosla bir görüşdə məğlub olub, bir görüşdə qələbə qazanıb. Daha sonra, dəyərli dostlar, artıq liqa mərhələsinə düşdüyünə görə əlavə bonus olaraq 6 xal qazanıb Qarabağ komandası. Deməli, ilk 3 turda 4 qələbə və Ferencvaros üzərində də 1 qələbə, 5 qələbə, bu belədir 5 xal. Sonra düşdü, deməli, liqa mərhələsinə buna görə 6 xal bonus qazandı. Ondan sonra, dəyərli dostlar, liqa mərhələsində hər görüş qazanılan qələbə 2 xal gətirir. Yəni təsnifat mərhələlərində 1 xal, amma deməli liqa mərhələsinə düşdükdən sonra isə hər qələbə 2 xal gətirir. Beləliklə Qarabağ komandası
Liqa mərhələsində də 2 qələbə qazandı. Ümumilikdə 15 xal qazanmış oldu dəyərli dostlar. Onda 4 klub təmsil etdiyinə görə onu 4-ə böləndə 3,75 xal qazanmış olur. Dəyərli dostlar, bundan əlavə təbii ki, Azərbaycanı Avrokuboklarda bu il təmsil edən digər komandalar da var idi. Sabah, Zilə və Araz Naxçıvan komandası. Qeyd edim ki, Sabah komandası bu il deməli 0,625 xal, Araz Naxçıvan komandası 0,375 xal və Zilə komandası 0,125 xal qazandırıb ölkə reytinginə. Ümumilikdə 4,875 xalımız var ölkə reytingi olaraq dəyərli dostlar. Azərbaycanın cari mövsümdə əmsallar cədvəlində bax bu qədər xal qazanıb. Qarabağın bu ilki uğurlu çıxışı bizim növbəti illərdə həm ölkə reytingimizin yüksəlməsi ilə, həm də klub reytingimizin yüksəlməsinə təsir edəcək və Qarabağ komandası artıq əminliklə deyə bilərik ki, növbəti ildə ikinci turdan başlayacaq. Deyə bilərsiniz ki, bu il də ikinci turdan başladı. Bu il başqa, əslində birinci turdan başlamalı idi. Başqa səbəblər oldu ki, Qarabağ ikinci turdan başlaya bildi. Baxmayaraq ki, klub reytingi yüksək idi, amma ölkə reytingimiz aşağı olduğunu görə birinci turdan başlayacaqdı Çempionlar Liqasına. Amma bildiyiniz kimi son 5 il nəzərə alınır. Buna görə Qarabağ komandası növbəti mövsümlərdə də daha uğurlu çıxışlar etsə, 3-cü play-off mərhələsi və yaxud birbaşa deməli liqa mərhələsində vəsiqə qazana bilər. Amma bunun üçün qarşıdakı 4 ildə də komandalarımızın çox uğurlu çıxış etməsi vacibdir. Ən azından Qarabağ komandası növbəti ildə dəqiqdir ki, ən azı 2-ci mərhələdən başlayacaq. Təbii ki, bunun qələbələrin davamı gələrsə, xal bir qədər də yüksələrsə, 3-cü təsnifat mərhələsində də ola bilər. Amma onu da deyim ki, digər tərəfdən klub reytingi də çox yüksək olacaq deyə Qarabağ komandası növbəti mövsümdə 2-ci təsnifat mərhələsində, 3-cü təsnifat mərhələsində, hətta play-off mərhələsində püşkatmada güclülər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Qarabağın rəqiblərinin zəif olma ehtimalı daha yüksək olacaq. Bax, qazandığımız xalın bizə yaratdığı avantaj bunlardır. Bu məlumatda sizin nəzərinizə çatdırmaq istədim. Bir daha əlavə olaraq sizin nəzərinizə çatdırım ki, dəyərli dostlar, qrup mərhələsində, yəni liqa mərhələsində daha doğrusu Qarabağ komandası hansı yeri tutacaq? Bu çox önəmlidir. Çünki ilk 8 pilləni tutan komanda əlavə 6 xal bonus qazanacaq. 9-16-cı yerləri tutan komandalar 4 bonus qazanacaq dəyərli dostlar. Və 17-24-cü yeri tutan komandalar isə 2 xal əlavə bonus qazanacaqlar. Ondan əlavə qeyd edim ki, növbəti mərhələdən, artıq play-off mərhələsindən başlayaraq hər qələbə 1,5 xal gətirəcək klubun balansına və yaxud ölkə reytinginə. Dəyərli dostlar, ona görə də növbəti oyunlarda Qarabağın xal qazanması çox önəmlidir. Mən düşünürəm ki, Qarabağ komandası qarşıdakı oyunların birində qələbə qazanacaq və 9 xalla da növbəti mərhələyə yüksələ bilər. Amma çox yaxşı olar ki, Qarabağ 17-24-cü yer tutan komandalar yox, məhz 9-16-cı yerləri tutan komandalar arasında olsun ki, 4 xal bonus qazansın. Və bu yerlər də çox önəmlidir. Bunu da sizin nəzərinizə çatdırmaq istədim. Dəyərli izləyicilər, bu sizə çatdıracağım sonuncu məlumatıdır. Düşünürəm ki, sizlər üçün də maraqlı məlumatlar oldu. Elə isə videonu hələ də bəyənməmişsinizsə bəyənin, şərhlər bölümündə fikirlərinizi yazmamısınızsa yazın və videonu dostlarınızla paylaşa da bilərsiniz ki, onlar da xəbərdar olsun. Həmçinin ekranda gördüyünüz videolardan birini izləməyi tövsiyə edirəm. Növbəti videoda görüşmək ümidi ilə deməzdən əvvəl kanala abunə olmağı da tövsiyə edirəm ki, növbəti videolarımızı və canlı yayımlarımızı izləyə biləsiniz. Hələlik.